Ukrayna müharibəsində yüksək itkilər səbəbindən hərbi personal çatışmazlığı ilə üzləşən Rusiya ordunu doldurmaq üçün miqrantları hərbi xidmətə cəlb edir. Lakin Asiya, Afrika və Latın Amerikasındakı bir çox ölkə öz vətəndaşlarının Rusiya ordusuna cəlb olunmasına rəsmi şəkildə qarşı çıxdığından Kreml xarici vətəndaşları orduya toplamaq üçün daha sərt və hiyləgər üsullara əl atır. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə Kreml qəsdən elə şərait yaradır ki, Rusiya vətəndaşı olmayan şəxslərin ölkədə qanuni qalması demək olar ki, mümkün olmasın. Mexanizm sadədir. Rusiya pasportu olmayan xarici vətəndaşlar getdikcə daha sərt və məhdudlaşdırıcı yaşayış şərtlərinə məruz qalırlar. Hətta kiçik sənəd pozuntuları belə deportasiya prosesinin başlamasına səbəb olur və insanlar iki seçim qarşısında qalır: ölkədən çıxarılmaq və ya hərbi müqavilə imzalamaq. Ukraynanın Təhlükəsizlik və Xüsusi Xidmət Orqanının təqdim etdiyi məlumatlara görə deportasiya rəqəmləri təzyiq vasitəsi kimi istifadə olunur. 2024-cü ildə Rusiyadan 157 mindən çox əcnəbi çıxarılıb ki, bu da əvvəlki illə müqayisədə 45% artım deməkdir. 2025-ci ildə bu rəqəm 72 minə düşsə də, bu azalma yumşalma ilə bağlı olmayıb. Daxili İşlər Naziri Vladimir Kolakov bildirib ki, maliyyə məhdudiyyətləri səbəbindən daha çox insan deportasiya edilə bilməyib. Büdcə çatışmazlığına görə ölkədən çıxarıla bilməyən şəxslərin isə hərbi xidmətə yönləndirildiyi bildirilir. Eyni zamanda Rusiya hakimiyyətinin miqrantlara qarşı hüquqi əsasları genişləndirməyə çalışdığı qeyd olunur. İnzibati qanunvericiliyə təklif edilən dəyişikliklər dini normaların pozulması, söz azadlığından sui-istifadə və ya ekstremist məzmunun paylaşılması kimi geniş səbəblərlə deportasiya və ya hərbi xidmətə məcbur etməyə imkan verə bilər. Praktikada isə hətta sosial şəbəkələrdə kiçik fəaliyyət belə insanları təzyiq qarşısında qoya bilər. Ya razılaş, ya da saxlanıl və ölkədən çıxarıl. Kremlin hesab edir ki, hüquqi status və ya ailələri üçün təhlükəsizliyi axtaran miqrantlar hərbi xidmətə razı olacaqlar. Rəsmi olaraq bu, vətəndaşlıq almaq üçün sürətli yol kimi təqdim olunur. Lakin tənqidçilər bildirirlər ki, bu, əslində Rusiya vətəndaşlarının geniş miqyaslı səfərbərliyini gecikdirmək üçün xarici vətəndaşlardan istifadə etmək deməkdir. Ukrayna kəşfiyyatı isə bunu seçim deyil, bürokratiya adı altında gizlədilmiş məcburiyyət kimi qiymətləndirir, yəni Rusiya pasportu almağın qiyməti müharibədə iştirakı ola bilər. Ayrı məlumatlara görə Rusiya komandanlığı işğal olunmuş Krım ərazisində yerləşən səfərbər edilmiş qüvvələri 1 apreldən etibarən aktiv döyüş bölgələrinə göndərməyə hazırlaşır. Bundan əlavə dəniz piyadaları və hava desant bölmələri də daxil olmaqla əlavə qüvvələrin cəbhəyə göndərilməsi gözlənilir. Bütün bu addımlar göstərir ki, Moskva ağır itkiləri kompensasiya etmək və cəbhə xəttində mövqelərini gücləndirmək üçün tədbirlər görür. Eyni zamanda Rusiya qüvvələrinin Donetsk vilayətinin şərqində möhkəmləndirilmiş Ukrayna mövqelərinə qarşı geniş miqyaslı yaz yay hücumuna başladığı ehtimal olunur. Ukrayna hücum pilotsuz aparatlarının Rusiyanın Oryol vilayətində yerləşən Pugaçevka aerodromuna son hücumu Rusiya hərbi aviasiyası üçün ciddi bir problemi üzə çıxarıb: pilot çatışmazlığı. Bu fikri hərbi siyasi müşahidəçi Alexander Kovalenko bildirib. Onun sözlərinə görə, zərbə nəticəsində ümumi dəyəri 30 milyon dollardan çox olan MiG-8 və Kar-52 helikopterləri məhv edilib. Ekspert qeyd edir ki, Ukrayna qüvvələri getdikcə daha çox hallarda Rusiya aviasiya texnikasını birbaşa yerdə vurmağa nail olur. O bildirir ki, yerli DOSAAF uçuş klubuna məxsus olan Pugaçevka aerodromu torpaq örtüklü uçuş zolağına malik olsa da, Rusiya hərbi nəqliyyat və döyüş təyyarələri tərəfindən istifadə olunurdu. Bu obyekt Ukrayna sərhədindən təxminən 160 km məsafədə yerləşir. Ekspertin fikrincə, Rusiya hərbçilərinin təhlükəyə reaksiya vermək üçün kifayət qədər vaxtı olub.
Çünki hava hücumundan müdafiə sistemləri Ukrayna pilotsuz aparatlarının marşrutları barədə məlumatları əvvəlcədən ötürür. Əgər aerodromda növbətçi ekipajlar olsaydı, təyyarələr havaya qaldırılıb hücumdan yayına bilərdi. Lakin bu baş verməyib. Analitikin sözlərinə görə növbədə pilot olmayıb. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının məlumatına görə, Rusiya 4 illik tam miqyaslı müharibə ərzində 435 təyyarə və 348 helikopter itirib. Lakin bu rəqəmlər itkilərin xarakterini, texnikanın havada, yerdə məhv edilməsi və ya sadəcə zədələnməsi kimi detalları əhatə etmir. Təsdiqlənmiş itkiləri analiz edən monitorinq qrupları isə təxminən 180-dən çox təyyarə və 170-ə yaxın helikopter itkisini qeydə alır. Pilot itkiləri isə ayrıca problemdir. Açıq mənbələrə görə 80 və 110 arasında döyüş təyyarəsi pilotunun və 150-dən çox hücum və nəqliyyat helikopteri pilotunun həlak olduğu təsdiqlənib. Beləliklə, tam miqyaslı müharibə dövründə Rusiya pilotlarının ümumi itkiləri 260 nəfəri keçə bilər. Bu rəqəmə Rusiya ərazisində baş verən qəzalar və digər hadisələr daxil deyil. Tam miqyaslı işğalın əvvəlində Rusiyanın nisbətən döyüşə hazır vəziyyətdə 1300-dən çox təyyarəsi və müxtəlif növdə 1700-dən çox helikopteri var idi. Hər il Rusiya hərbi akademiyalarını təxminən 150 pilot bitirir və onların 70.100 nəfəri döyüş ixtisasını seçir. Pilot hazırlığının əsas mərkəzi Krasnodar Ali Hərbi Aviasiya Məktəbidir. Lakin yeni məzunlar dərhal təcrübəli pilotlara çevrilmir. Tək uçuşlar üçün ən azı bir neçə il təcrübə tələb olunur və əsl peşəkar pilot təxminən 10 illik təcrübəyə malik olan hesab edilir. Bundan əlavə, təcrübəli pilotların təqaüdə çıxması və bir çox təyyarə və helikopterlərin 2 nəfərlik ekipaj tələb etməsi də nəzərə alınmalıdır. Müşahidəçinin bildirir ki, itkilərə baxmayaraq, Rusiya aviasiyası Ukraynaya qarşı fəal şəkildə fəaliyyətini davam etdirir. Su-34 ön xətt bombardmançıları mütəmadi olaraq idarə olunan bombalar buraxır. Hücum helikopterləri isə Ukrayna müdafiə qüvvələrinin mövqelərinə zərbələr endirir. Bundan başqa, helikopterlər gecə saatlarında Ukraynanın hücum pilotsuz aparatlarını tutmaq üçün istifadə olunur. Bu, Rusiyanın nisbətən effektiv hesab etdiyi az saylı vasitələrdən biridir. Eyni zamanda, aviasiya ekipajlarının sayı növbəli rejimdə tam fəaliyyət göstərmək üçün kifayət etmir. Bu rejimdə bir qrup döyüş tapşırığını yerinə yetirir, digəri texnikanı hazırlayır, üçüncüsü isə növbədə olur. Kovalenko'nun vurğuladığı kimi, problem xüsusilə helikopter aviasiyasında daha kəskindir. Çünki ekipajlar çox vaxt 2 nəfərdən ibarət olur. Buna görə də intensiv istismar üçün daha çox pilot tələb olunur. Son dövrlərdə Rusiya helikopterləri getdikcə daha çox yerdə vurulur və ya qəzaya uğrayır. Bu, təkcə texniki problemlərlə deyil, həm də pilotların yorğunluğu ilə bağlı ola bilər. Ekspertlər hesab edir ki, Rusiya uçuş heyəti itkilərini qısa müddətdə kompensasiya edə bilməyəcək, çünki yeni pilotların hazırlanması illər tələb edir. Eyni zamanda, hava zərbələri zamanı məhv edilən və artıq heç vaxt havaya qalxmayacaq texnika Rusiya aviasiyasının itkiləri sırasında getdikcə artacaq.